Günün ikinci yarısında Sakit Okeanda Aleut adalarının cənubunda dalğalar hərəkətə gəlməyə başladı. Amerikanın düzənliklərindən başlayan cənub-şərq küləyi yavaş-yavaş güclənirdi. Göz işlədikcə uzanan ənginlikdə su qəlyana gələn tək ağır-ağır çalxalanır, dağ kimi dalğaları silsilə ilə yan-yana düzürdü. Bu göstərirdi ki, fırtına başlamasa da, hər halda dəniz hələ çox dalğalanacaq. Açıq okeandakı belə dalğaların konvensiya təyyarə daşıyan gəmisi üçün qorxusu yox idi. Başqa bir vaxt olsaydı, heç vəziyyətini dəyişmək cəhdində də olmazdı. Lakin yuxarı dairələrlə məsləhətləşəndən sonra təcili surətdə geri qayıdan xüsusi səlahiyyətli komissiyaların mindiyi təyyarələr gəmiyə enməli olduğu üçün təyyarə daşıyan gəmi yan çalxamanı azaltmaq məqsədi ilə üzü küləyə durmaq qərarına gəldi. Hər şey normal qurtardı. Əvvəlcə San Fransiskodan gələn, onun dalınca da Vladivostokdan qayıdan təyyarə gəmiyə endi. Komissiyalar tam heyətdə qayıtmışdılar. Hər iki heyət susur, əvvəlki kimi qayğılı görünürdü. 15 dəqiqədən sonra onlar stol başına toplaşıb qapalı müşavirəyə başladılar. Komissiyalar işə başlayandan 5 dəqiqə sonra Cazib qalaktikasında olan 1-2 və 2-1 paritet kosmonavtlara göndərilmək üçün paritet stansiyasına şifrələnmiş təcili teleqram verildi. Paritet orbital stansiyasındakı 1-2 və 2-1 nəzarətçi kosmonavtlara, Günəş sistemindən kənarda olan 1-2 və 2-1 paritet kosmonavtlar xəbərdar edilsinlər ki, heç bir hərəkət təşəbbüsündə olmasınlar. Ümumi damərkdən xüsusi göstəriş olana dək öz yerlərində qalsınlar. Bundan sonra xüsusi səlahiyyətli komissiyalar bir dəqiqədə itirmədən baş vermiş bu kosmik böhranın həlli üçün tərəflərin mövqe və təkliflərini bildirməyə başladılar. Təyyarə daşıyan konvensiya gəmisi Sakit Okeanın sonsuz dalğaları arasında dayanmışdı. Heç kəsin xəbəri yoxdur ki, bu vaxt gəminin bortunda planetin qlobal taleyi həll olunurdu. Qatarlar bu yerlərdə şərqdən qərbə, qərbdən də şərqə gedir. Bu yerlərdə dəmir yolunun hər iki tərəfi ilə intəhasız sarı torpaq çöllərinin göbəyi hesab olunan sarı özək düzləri uzanıb gedir. Coğrafiyada hər şey Greenwich meridianından ölçüldüyü kimi, bu yerlərdə də bütün məsafələr dəmir yolu ilə müəyyən edilir. Qatarlar şərqdən qərbə, qərbdən də şərqə gedirdi. Ana beyit qəbristanlığına hələ 2 saatlıq yol vardı. Dəfn qafiləsi çöldə eyni qayda ilə hərəkətdə idi. Boranlı Yedigey qara nərin üstündə qabaqda yol göstərirdi. Onun qara nəri yenə də yorulmaq bilmədən dəstənin başında löhrəm yerişindən qalmırdı. Dəvənin dalınca yedəkli traktor gəlirdi. Mərhum Qazanqapın qızı Ayzadənin əri yenə qaynatasının cənazəsi yanında tək-tənha oturmuşdu. Lap daldan da Belarus ekskavatoru gəlirdi. Döşlü boğazlı culbarssa böyürdən qaçırdı. O gah irəli keçir, gah geri qalır, gah da mühüm bir işi varmış kimi ayaq saxlayırdı. Günəş dikəldikcə yanğınını artırırdı. Daha yolun azı qalmışdı, amma qurtarmaq bilməyən sarı özək bir diktiri aşıb o biri diktirə çatınca onların qarşısında üfüqlərə qədər uzanan təzə düzənlər açırdı. Çölün düzənin ucu bucağı görünmürdü. Bir vaxtlar bu yerlərdə demək olar ki, sarı özəyi başdan başa tutub zəbt eləmiş bədnam yadelilər, Juanlar yaşayırmışlar. Buralarda başqa köçəri xalqlar olduğu üçün onlarla Juanlar arasında həmişə otlaq və quyular üstündə dava düşərmiş. Gah bir tərəf üstələyərmiş, gah da o biri tərəf. Ancaq məğlublar da qaliblər də elə bu yerlərdə qalarmışlar. İntihası biri biraz sıxılıb çəkilər, o birisi isə ərazisini genişləndirərmiş. Yelizarov deyirdi ki, sarı özək bir yaşayış ərazisi kimi bu mübarizəyə dəyərmiş. O vaxtlar yaz-payız bu yerlərdə yağış çox olarmış. Mal davar üçün kefin istəyən qədər ot varmış. Onda tacirlər, sövdəgərlər buralara toplaşıb hərrac bazarı düzəldərmişlər. Amma sonralar güya iqlim kəskin surətdə dəyişib, quraqlıq düşüb, quyuların suyu kəsilib. Bu səbəbdən də sarı özəyə yığışan xalqlar, qəbilələr pərən-pərən düşüb. Hərəsi bir tərəfə köçüb gedib. Juanlarsa yer üzündən tamam silinib, süpürülüb, yox olub gediblər. Deyilənlərə görə üst tutublar Edil tərəfə, onda Volqa belə adlanırmış. Elə Edilin sahillərində də məhv olub itib batıblar. Nə haradan gəldiklərini bilən olub, nə harada itdiklərini.
Deyilənə görə onlar lənətə gəliblər. Qışda köçlə, köməclə edili keçəndə buz yarılıb, hamısı oğullu, uşaqlı, mallı, qaralı gediblər buzun altına. Sarı özəyin köklü sakinləri olan Qazaxlar o vəziyyətdə doğma yerlərini tərk etməyib. Təzə quyulardan su çıxara bildikləri yerlərdə məskən salıblar. Amma onu da demək lazımdır ki, Sarı özəkdə ən gür dirçəliş günləri müharibədən sonrakı illərdə başlandı. Xüsusi su daşıyan avtomobillər gətirildi. Sürücü bu yerlərə bələd olanda bircə maşın bəs eləyirdi ki, bir gün ərzində bir neçə qoyun mal yatağına su çatdıra bilsin. Sarı özək otlaqlarını icarəyə götürən qonşu vilayətlərin kolxoz və savxozları artıq bu yerlərdə otlaqlarda bəslənən sürülər üçün daimi yataq bazaları düzəltmək fikrində idilər. Haqq hesaba vurub ölçüb biçirdilər ki, görsünlər bu yataqlar onlara neçəyə başa gələcək. Elə bir tərəfdən yaxşı olub ki, tələsməyiblər. Ana beytin yaxınlığında yavaş-yavaş, altdan-altdan adsız bir şəhər əmələ gəlmişdi. Poçt qutusu. Elə belə də deyirdilər. Poçt qutusundan almışıq. Poçt qutusunda gördük. Poçt qutusu böyüyüb genişlənirdi. Təzə asfalt yol onu bir tərəfdən kosmodromla, bir tərəfdən də dəmir yolu ilə birləşdirirdi. Sarı özək çöllərinin sənayeləşdirilməsi məsələsi də elə bundan başlamışdı. Keçmişdən burada əsər əlamət olaraq Ekiztəpə adlanan bir cüt dəvə donqarı kimi ucalan qoşa təpələrin yamacındakı Anabeyt qəbirstanlığı idi. Bu qəbirstanlıq bütün Sarı özəkdə ən müqəddəs yer sayılırdı. Keçmişlərdə adamlar bəzən ölülərini burada dəfn etmək üçün elə uzaq yerlərdən gəlirmişlər ki, çöldə gecələməli olurmuşlar. Əvəzində Anabeytdə dəfn edilənlərin xələfləri nəsil fəxr eləyirdilər ki, əcdadlarına belə hörmət göstəriblər. Burada çox ömür sürmüş, gün görmüş, ağıl mərifət sahibi olanları, dili ilə, əməli ilə gözəl bir insan kimi ad qazanmış olanları, xalq arasında anılıb sanılan hörmətli adamları bastırırdılar. Yelizarovun bilmədiyi şey yox idi. O deyirdi ki, Anabeyt Sarı özək panteonudur. Həmin gün köpəyin müşayiət elədiyi bu qəribə dəvəli, traktorlu dəfn qəfiləsi boranlı dəmir yol raziyezdindən bura yaxınlaşırdı. Anabeyt qəbirstanlığının öz tarixi vardı. Əvvəl başdan rəvayət onunla başlanırdı ki, bu yerləri zəbt eləyən juanlar əsir tutduqları düşmən döyüşçüləri ilə çox amansız rəftar eləyirmişlər. İmkanları olanda əsiri qonşu ölkələrə qul satarmışlar. Bu əsir üçün xoşbəxtlik hesab olunurmuş. Çünki ümid yeri qalırdı. Kim bilir, bəlkə elə bir imkanı oldu ki, qaçıb vətənə qayıtdı. Juanların özləri üçün qul saxladıqları əsirləri isə dəhşətli tali gözləyirdi. Onlar öz qurbanlarının başına zif keçirib, dözülməz işgəncə verərək onun yaddaşını tamam yox eləyirmişlər. Bu işi adətən davada əsir alınmış cavan döyüşçülərin başına gətirirmişlər. Əvvəlcə onların başını qırxırmışlar. Tükləri bir-bir dibinəcən təmizləyirmişlər. Başı qırxıb qurtaranacan Juanların təcrübəli sallaqları lap yaxınlıqda qart bir dəvə kəsərmiş. Dəvənin dərisini soyanda əvvəlcə onun ən ağır və möhkəm olan boyun dərisindən başlayarmışlar. O dəqiqədə hissələrə bölüb, buğlana-buğlana başı qırxılmış əsirlərin başına keçirirmişlər. Dərinin çəkilməyi ilə saqqız kimi yapışmağı bir olurmuş. Bir növ indiki üzgüçülük papaqları kimi. Başa zifi belə keçirirmişlər. Başına belə iş gətirilən adam ya işgəncələrə dözməyib ölür, ya da ömür billah yaddaşını itirib manqurt olurmuş. Yəni keçmişini xatırlaya bilməyən qula çevrilirmiş. Bir dəvənin boyun dərisi 5-6 zifə bəs eləyirmiş. Zif salınandan sonra məhkumun boynuna taxta kündə keçirirmişlər ki, başını yerə çatdıra bilməsin. Onların tük ürpədici nalələri boş yerə narahatlıq verməsin deyə yazdıqları bu vəziyyətdə uzaq yerlərə aparıb əl-ayaqları bağlı, aç, susuz atarmışlar qızmar günün altına. İşgəncə bir neçə gün sürürmüş. Müəyyən yerlərdə də güclü gözətçi dəstələri qoyarmışlar ki, hələ sağkən qohumlarından, əqrabalarından gəlib onları xilas eləmək fikrinə düşsələr qoymasınlar. Ancaq belə hallar çox nadir olurmuş. Çünki açıq düzənlikdə hər cür hərəkət uzaqdan görünür. Sonralar bir nəfərin manqurt olması xəbəri gəlib qəbiləyə çatanda, onun ən yaxın qohumları belə onu xilas eləmək ya satın alıb qurtarmaq istəmirmişlər. Çünki bu adamın özünü yox, müqəvvasını qaytarmaq idi. Rəvayətdə Nayman ana kimi tanınan bircə Nayman qadını öz oğlunun bu bədbəxtliyi ilə barışa bilməyib.
Sarı Özək əfsanəsində də elə bu barədə danışılır. Qəbirstanlığın adı da bununla əlaqədardır. Ana beyt, yəni ana məskəni. Sarı Özəyin qızmar günəşinin döydüyü çöldə ağır işgəncə çəkənlərin çoxu dözməyib ölürmüş. 5-6 manqurtdan biri ya ikisi sağ qalırmış. Onların ölümünə bais aclıq ya susuzluq olmurmuş. Onların axırına çıxan, gün altında quruyub manqurtun başında get-gedə amansızcasına sıxılan xam dəvə dərisinin verdiyi dözülməz əzablardı. Qızmar günəşin şüaları altında durmadan sıxılan zif, qulun qırxıq başını dəmir məngənə kimi sıxırdı. Əzaba məruz qalan bu yazıqların tükləri ikinci gün uzanmağa başlayırdı. Asiyalıların düz və cod tükü bəzən dəvənin xam dərisinə bitir, çox vaxtsa yol tapa bilmir, qayıdıb təzədən manqurtun dərisinə girərək onun əzabını daha da artırırdı. Bu sonuncu işgəncə vaxtı məzlumların şuuru lap pozularmış. Juanlar yalnız 5-ci gün gəlib onları yoxlayarmışlar ki, görsünlər kim ölüb, kim qalıb. Əsirlərdən birini salamat tapanda belə hesab eləyirmişlər ki, məqsədlərinə çatıblar. Ona su verir, qandal kündəsini açır, biraz qulluq eləyib, gücə gətirir, ayağa qaldırırdılar. O yaddaşını itirib dönüb olurdu qul manqurt. Buna görə də adi sağlam qullara nisbətən 1-ə 10 artıq qiymətləndirilirdi. Hətta belə bir qayda varmış, öz aralarında vuruşma zad düşəndə manqurt öldürülərsə, öz həmqəbilələrinə nisbətən 3 dəfə artıq ödəniş olunmalıymış. Manqurt kim olduğunu, hansı nəsildən, qəbilədən olduğunu, adını, uşaqlığını, atasını, anasını xatırlayıb yadına sala bilmirmiş. Qərəz ki, manqurt özünü insan kimi dərk edə bilmirmiş. Öz mənliyindən məhrum edilmiş manqurtun təsərrüfatçılıq cəhətdən bir çox üstünlükləri varmış. O, dilsiz ağızsız heyvan kimi bir şey olduğu üçün tamamilə müti və təhlükəsiz idi. Manqurt heç vaxt qaçmaq fikrinə düşməzmiş. Hər bir quldar üçün ən qorxulu şey qulların üsyanıdır. Bu barədə manqurt yeganə istisna idi ki, üsyan və ya itayətsizlik xəyalından da keçmirdi. Onda belə həvəs, ehtiras yox idi. Buna görə də onu güdmək, keşikçi saxlamaq, gizli niyyətlərindən şübhələnmək lazım gəlmirdi. Manqurt sadiq it kimi bircə öz sahibini tanıyırdı. Başqa adamlara baş qatıb qarışmazdı. Bircə fikri qayğısı vardısa, o da qarnını doydurmaqdı. Başqa dərdi səri yoxdu. Əvəzində tapşırılan işi kör-köranə, can dildən, inadla yerinə yetirərdi. Manqurtlara adətən ən çirkin və ağır işləri gördürərdilər. Ya da ki, küt dözüm tələb edən cansıxıcı işlər buyurardılar. Uzaqlarda otlayan dəvələrə pasibanlıq eləyən manqurt neçə-neçə xidmətçini əvəz eləyirdi. Yeməyini vaxtlı-vaxtında ver, yay-qış qalıb işini görsün. Özü də nə təklikdən, nə də tənhalıqdan şikayət eləsin. Sahibinin əmri manqurt üçün hər şeydən artıqdır. Yeməkdən bir də çöldə soyuqdan donmamaq üçün kör-köhnə nimdaş pal-paltardan başqa heç nə istəmirdi. Əsirin boynunu vurmaq ya da onu qorxutmaq üçün hər cür başqa xəsarət yetirmək, onun yaddaşını pozmaqdan, yəni son nəfəsinədək birgə olduğu, başqalarının vara bilmədiyi, özü ilə qəbrə apardığı yeganə qazancının köklərini qoparmaqdan qat-qat asandır. Lakin öz mənhus tarixlərindən ən qəddar vəhşilik gətirib çıxarmış köçəri juanlar insanın bu dəruni məğz mənasına da qəsd eləmişdilər. Onlar qulların canlı yaddaşını almaq üçün yollar taparaq insan təbiətinə elə bir zərbə vurmuşdular ki, bu, ağla gələn və gəlməyən cinayətlərdən ən ağırı idi. Təsadüfi deyil ki, manqurt olmuş oğlunu oxşayıb ağı deyəndə dərd və ümidsizlikdən ağlını itirmək dərəcəsinə çatan Nayman ana belə deyirdi. Yaddaşını qoparanda başın göz tək kəlbətinə salınanda balam ey, o dəvənin dərisinə gün dəydikcə bucurqa tək sıxılanda balam ey, o görünməz çəmbər sənin gözlərini qanlı yaşla dolduranda balam ey, gözlərinin kökü qopub çanağından pırtlayanda balam ey. Sarı Özək istisinin tüstü verməz ocağında sən yananda balam ey, bir damcı da düşmədi ki dodağının közün basa, can bala, yer üzünə həyat verən günəşə sən küfr etdinmi can bala, onda günə işıqların ən qarası söylədinmi can bala, ağrıların acısından haray salıb səhralara balam ey, gecə gündüz Allah deyib ah fəğan eyləyəndə balam ey, boş göylərə üst tutuban, imdad deyib çağıranda balam ey,
Cəsədinin ağrısından, qursağında boğulanda balam ey, üfunətə həşəratlar dolaşıban, ağlım başdan aparanda, can bala, son gücünü toplayıban, Allahına ağ oldunmu can bala? Əzabların əzabından şikəst beyni, toran salam balam ey, keçənlərin xatirəsi yaddaşında solan zaman balam ey, çapalaya-çapalaya öz ananı unudanda balam ey, yay günləri dağ döşündə, oynadığın çayın səsi qulağında yoxa çıxıb batıranda balam ey, öz adını atan adın bərbad olmuş yaddaşından salanda balam ey, baxıb sənə həya ilə gülümsünən o üzün balam ey, qohum qardaş, dost yoldaşın pozulanda surəti, qarğıdınmı bugün üçün səni doğan anaya can bala? Bu əhvalat o dövrlərə aiddir ki, nə vaxt Juanlar köçəri Asiyanın cənub torpaqlarından sıxışdırılıb çıxarıldıqları üçün şimala yeriş eləməmiş, uzun müddət sarı özək çöllərini zəbt eləyib, ərazilərini genişləndirmək, qul ələ keçirmək məqsədi ilə qovğalar aparırdılar. İlk vaxtlarda basqınları gözlənilməz olduğundan çoxlu əsir tutmuşdular. O cümlədən də xeyli arvad uşaq da ələ keçirə bilmişdilər. Hamısını qova-qova aparıb qul eləmişdilər. Ancaq yadellilərin bu basqınına müqavimət get-gedə artırdı. Ölüm-dirim toqquşmaları başlanmışdı. Juanların sarı özəkdən getmək fikirləri yoxdur. Əksinə onlar çalışırdılar ki, heyvandarlıq üçün çox əlverişli olan bu geniş ərazidə kök salsınlar. Yerli qəbilələr də bu itkiyə qatlaşmayıb, özlərinə borc bildilər ki, gec-tez qəsbkarları bu yerlərdən qovub çıxarsınlar. Hər nəysə, qazan qaynayır, toqquşmalar davam eləyirdi. İntihası bu üzücü qovğaların ara verdiyi vaxtlar da olurdu, araya sakitlik çökürdü. Belə sakit günlərin birində Nayman torpaqlarına karvanlarla mal gətirən sövdəgərlər çay məclisində söhbət vaxtı danışırlar ki, sarı özək düzənlərindən keçəndə quyuların başında Juanlar tərəfindən sən deyən elə ciddi müqavimətə rast gəlməyiblər. Bir də ötəri bir şey danışıblar ki, güya çöllükdə böyük bir dəvə sürüsünü güdən cavan bir pasiban görüblər. Sövdəgərlər onunla danışmaq istəyəndə görüblər ki, oğlan manqurtdur. Baxan deyər ki, sağlam adamdır, heç kəsin ağlına da gəlməz ki, onun başına belə bir iş gətirilib. Yəqin o da vaxtında söz deyib, söz anlayan bir oğlanmış. Özü də lap cavan cahıl, bığ yeri təzə tərləyib, sir sifəti görkəmi də pis deyil. Digər ki, danışdıranda elə bil dünyaya təzə gəlib. Yazıq uşaq nə atasının adını bilir, nə anasının. Juanların onun başına gətirdikləri müsibəti də xatırlaya bilmir. Haradandır, kimlərdəndir bilmir. Nə soruşursan dinmir, bircə hə bilir, bir də yox. Bir də ki, qulaqlarına can keçirdiyi papağından bərk-bərk tutub dayanır. Günah da olsa adamlar şikəstliyə gülürlər. Bu söhbəti eləyəndə onlar gülə-gülə deyiblər ki, heç demə dəvənin dərisi bəzən ömürbillah bitişib qalır manqurtun başında. Belə manqurt üçün ondan böyük cəza yoxdur ki, deyəsən, gəl başını buğa verib dərini qopardaq. Dəli ayğır kimi şıllaqlayıb çırpınacaq, bir adamı da başına yaxın buraxmayacaq. Belə manqurt heç vaxt papağını çıxarmır, elə papaqda da yatır. Sonra qonaqlar söhbətə yenə giriş qoyub deyiblər ki, manqurt sarsaq olsa da işini yaxşı bilir. Dəvələrinin otladığı yerdən karvan uzaqlaşmayınca onları gözdən yayınmağa qoymurdu. Getagetdə sarbanlardan biri ona sataşmaq məqsədi ilə soruşub. Qabaqda yolumuz uzundur, səndən kimə salam getirək, hansı gözələ, hansı elə, de utanma, eşidirsən, bəlkə yaylıqdan zaddan çatdıraq. Manqurt sarvana xeyli baxandan sonra deyib. Hər gün mən aya baxıram, o da mənə, amma bir-birimizi eşitmirik. Orada adam oturub. Bu söhbət gedən vaxt bir arvad sövdəgərlərə çay süzürmüş. Demə o arvad Nayman ana imiş. Sarı özək əfsanəsində o arvad bu adla tanınıb. Gəlmə qonaqların yanında Nayman ana heç nəyi üzə vurmur, məsələni açıb ağartmır. Fikir verən olmur ki, arvad bu xəbərdən necə halbahal oldu, sifəti necə ayazıdır. Əslində ürəyindən keçirdi ki, sövdəgərlərdən o cavan manqurt haqqında təzə şeylər öyrənsin. Digər ki, arvadın bu eşitdiyindən daha çox bilməyə ürəyi gəlmirmiş. Buna görə də yaralı quş kimi hıçqırtısını içində boğub, ürəyini parçalayan şübhələri içində bastırıb. Söhbət də səmtini dəyişib, yavaş-yavaş ayrı məsələlərə keçir.
Bədbəxt manqurtun halına yanmaq kimin dərdinə idi? Həyatda o qədər belə-belə işlər olur ki, Naiman ana ürəyindəki qorxunu, əlindəki əsməni üstələməyə çalışır. Elə bil içində çığıran o quşu boğub səsini kəsmək istəyir. Bircə neçə vaxtlardan bəri ağarmış başının yeganə örtəyi olan qara yas yaylığını biraz da yendirib alnına çəkir. Birazdan sövdəgərlər karvanını çəkib gedirlər. O gecə Naiman ana səhərəcən çimir vurmur. Başa düşür ki, o manqurt Pasibanı sarı özək çöllərində axtarıb tapmayınca, onun öz oğlu olmadığını bilməyincə rahatlıq tapmayacaq. Çoxdan bəri ürəyində gizləyib saxladığı üzücü, qorxulu bir şübhə ana qəlbində yenidən baş qaldırmışdı. Oğlu döyüş meydanında həlak olub ya yox? Ana əziyyətə, bu aramsız qorxuya, bu dözülməz ağrıya, şübhələrə dözməkdənsə razı olardı ki, oğlunu bir yox, lap 2 dəfə bastırsın. Onun oğlu sarı özək torpaqlarında Juanlarla döyüşdə həlak olmuşdu. Əri də 1 il əvvəl öldürülmüşdü. Naimanlar arasında ad çıxarmış sayılan kişilərdən biri imiş. Oğlu döyüşə getmişdi ki, atasının qisasını alsın. Şəhidləri döyüş meydanında buraxmaq adətə xilaf olan şeydir. Qohum qəbiləsinin adamları onun meyitini mütləq gətirməli idilər. Amma bunu eləyə bilməmişdilər. O böyük döyüşdə düşmənlə üz-üzə gəlib sinələşəndə çoxları görüblər ki, onun oğlu yıxılıb atın boynuna. Döyüşün hay-həşirindən hürkən qızğın at götürüb onu aradan. Oğlan duruş gətirə bilməyib yıxılıb. Bir ayağı ilişib üzəngiyə, atın böyründə asıla qalıb. At bundan daha da hürküb götürülüb. Oğlanın cansız cəsədini sürüyə-sürüyə üst tutub çölə. Tərslikdən at düşmən tərəfə qaçıb. Hamının qatıldığı qızğın, qanlı döyüşə baxmayaraq, həm qəbilələrindən ikisi çapır atın dalınca ki, tutub oğlanın ölüsünü götürsünlər. Amma dərədə pusquya durmuş hörüklü Juanlardan 2 atlı bağıra-bağıra çapıb onların yolunu kəsirlər. Naimanlardan biri elə o dəqiqə oxlanıb öldürülür. O biri də ağır yaralı halda atını döndərib bir təhər yetirir özünkülərə. Orada da atdan dəyir yerə. Bu hadisə Naimanları Juanların pusquya durmuş dəstəsindən xəbərdar elədi. Düşmənin bu dəstəsi həlledici məqamda cinahdan zərbə endirməli idi. Naimanlar yenidən hücuma keçmək üçün səhvlərini düzəltmək məqsədi ilə geri çəkilməli oldular. Şübhəsiz bu ayaqda Naiman ananın cavan oğlunun başına nələr gəldiyi heç kəsin yadına düşməmişdi. Özünü öz adamlarının yanına çatdıra bilən o yaralı döyüşçü sonralar danışdı ki, onlar oğlanın dalınca çapanda at onu sürüyə-sürüyə qaçıb gözdən itdi. Naimanlar bir neçə gün dalbadal çölü gəzib axtardılar ki, oğlanın ölüsünü tapsınlar. Bir şey çıxmadı. Nə meyitini tapdılar, nə atını, nə də silahını, yarağını. Nə izi vardı, nə əlamət. Onun həlak olduğuna heç kimdə şək, şübhə yox idi. Çünki yaralı olsaydı belə, bu neçə gün ərzində ya qan itkisindən, ya da susuzluqdan ölərdi. Cavan həmqəbilələrinin kimsəsiz sarı özək düzlərində bu müsibəti hamıya yer eləmişdi. Meyitin tapılmaması, ağlayıb oxşayıb dəfn olunmaması qəbilə üçün böyük rüsvayçılıq sayılırdı. Naiman ananın başına toplaşmış arvadlar ağı deyə-deyə ərlərinin məzəmət eləyirdilər. Quzğunların payı oldu, çaqqallar didib tökdü, papağınız yerə girsin ha kişilər. O gündən Naiman ana üçün bu bomboş dünyada bomboş günlər başlandı. O başa düşürdü ki, davada həlak olanlar olur, intihası oğlunun meyitinin döyüş meydanında atılıb qalması, bastırılmamağı ona rahatlıq vermirdi. Ucu bucağı görünməyən acı fikirlər ana ürəyini şan-şan eləyirdi. Dərdini də tökməyə bir adam qalmamışdı ki, ürəyini boşaldıb təskinlik tapsın. Üz tutmağa Allahdan başqa bir kimsəsi yoxdu. Bu qara fikirləri özündən rədd eləmək üçün oğlunun öldüyünə gərək öz gözləri ilə görüb inanaydı. Bundan sonra taleyin hökmünə kim nə deyə bilərdi? Ona hər şeydən çox şübhə gətirən oğlunun atının yerli dibli yoxa çıxmağı idi. At ölməmişdi, at ürküb qaçmışdı. Bütün ilxi atları kimi o da gec-tez üzəngiyə ilişmiş ölünü sürüyə-sürüyə öz ilxısına qatmalı idi. Onda nə qədər dəhşətli olsa da, atın sürüyə-sürüyə gətirdiyi bu ölünün üstə ağlayar, ulam-ulam ulayar, üz gözünü cırıb öz qara gününə elə sözlər deyərdi ki, məcaz başa düşürsə, Allahın özünün də dözümü çatmazdı. Əvəzində ürəyindəki bütün şübhələri birdəfəlik çıxardıb atardı, ölümünə də soyuq dərrakə ilə hazırlaşardı. Hər saat, hər dəqiqə hazır gözləyərdi. Ömrünü uzatmağı, dünyadan yapışıb qalmağı heç ağlına da gətirməzdi.
Ancaq nə fayda ki, nə oğlunun meyidi tapıldı, nə də at qayıtdı. Ana qəlbini şübhələr xırpalasa da, qəbilə cəmaatı bu hadisəni yavaş-yavaş unutmağa başlayırdı. Çünki zaman keçdikcə hər şey silinir, unudulub gedir. Bircə ana təskinlik tapıb unuda bilmirdi. Fikirləri elə eyni çevrədə cəryan eləyirdi. Atın başına nə gəlib? Yəhər əsbab nə oldu? Yar yarağı harada itdi? Heç olmasa bu əlamətlərə görə oğlunun taleyini bəlkə öyrənə biləydi. Axı ola da bilər ki, çapıb əldən düşəndən sonra Juanlar onu sarı özəyin bir yerində tutub ələ keçirə biliblər. Yəhər yüyənli əlavə bir at da pis qənimət deyil. Bəs onda Juanlar onun üzəngiyə ilişib sürünə-sürünə qalan oğlunun meyitini görəsən neyləyiblər? Bastırıblar, yoxsa qoyublar elə çölün düzündə heyvanlara yem olsun? Birdən bəlkə diriymiş o. Bəlkə Allahın işidir ona ölüm verməyib. Görəsən onu öldürüb əzablarına son veriblər, ya çölün düzənində atıblar ki, orada canı çıxsın. Bəlkə şübhələrin sonucu yox idi. O gəlmə sövdəgərlərin heç birinin ağlına gəlməzdi ki, çay məsələsində sarı özəkdə rast gəldikləri o cavan manqurt haqqında dedikləri sözlər Nayman ananın qovrulan ürəyinə təzə bir qığılcım salacaq. Qorxulu hisslərdən onun ürəyi bumbuz kəsilmişdi. Həmin manqurtun onun itmiş oğlu olacağı fikri artır, güclənir, get-gedə qətiləşərək onun bütün qəlbinə və şuuruna hakim kəsilirdi. Ana başa düşdü ki, ta o manqurtu tapmayınca, onun öz oğlu olub-olmadığını bilməyincə sakitlik tapmayacaq. Naymanların yaylaqları olan yarım quru dağ ətəklərində bir neçə daşlı cınqıllı çay axırdı. Nayman ana gecə səhərəcən oturub çayın şırıltısına qulaq asdı. Onun təlatümlü ruhu ilə heç bir uyğunluq olmayan su, görəsən ona nələr deyib, nədən danışmışdı. Sakitləşib sərinləmək istəyindəymiş yəqin. Kimsəsiz, dilsiz, ağızsız sarı özək çöllərinə yola düşməzdən axar suyu dinləmək, ondan doyum-doyum içmək arzusundaymış o. Sarı özək çöllərinə tək getməyin nə qədər qorxulu olduğunu ana bilsə də, sirrini heç kimə faş eləmək istəmirdi. Onun nələr çəkdiyini başa düşən olmayacaqdı. Hətta ən doğma adamlar da onu məzəmmət edəcəkdilər. Çoxdan tələf olmuş oğlunun dalınca təzədən düşməyin yeridirmi? Əgər təsadüfən sağ qalıbsa, onu manqurt eləyiblərsə, nəyə lazım bir də ürəyinə dağ çəkəsən? Bir halda ki, manqurt vaxtilə adam olanın ancaq cildi müqəvvasıdır. Həmin gecə yola çıxmaq ərəfəsində bir neçə dəfə yurtdan bayıra çıxmışdı. Fikrini qətiləşdirmək üçün uzun-uzadı baxıb ətrafa qulaq verirdi. Gecə yarısı ay bulutsuz səmada lap zilə çəkilib, yeri rəvan, solğun süd rənginə boyamışdı. Orada-burada təpələrin döşündə salınmış ağ yurtlar çayın qırağında gecələməyə qonmuş iri ağ quş dəstələrinə bənzəyirdi. Aul tərəfdən qoyun-quzu ağıllarının yerləşdiyi, biraz o yana ilxıların otladığı çökəkliklər tərəfdən it səsi, adam həniri gəlirdi. Amma Nayman anaya hər şeydən çox təsir eləyən aulun yaxın tərəfindəki ağılların yanında oyaq qalan qızların nəğmə ilə səsləşməsi idi. Elə özü də vaxtı ilə bu mahnılardan oxumuşdu. Onu bura gəlin gətirəndən hər il yayda bu yerlərə köçərdilər. Ömrü buralarda keçmişdi. Ailələri böyük olanda burada 4 yurt qurardılar. Birini mətbəx üçün, birini qonaq üçün, ikisini də özləri qalmaq üçün. Sonrakı illər də yadındadır. Juanların basqınından sonra yurtların biri qalmışdı. İndi o da bu tənha yurdu tərk eləyirdi. Hələ axşamdan yol tədarükü görmüşdü. Yemək və su ehtiyatı götürmüşdü. Suyu lap çox eləmişdi. 2 tuluq doldurmuşdu ki, birdən sarı özək yerlərində quyu tapmaq vaxt istər. Axşamdan ağ mayanı alıqlayıb yurdların yaxınlığında bağlamışdı. Bu maya dəvə onun həm yoldaşı, həm də ümidi idi. Ağ mayanın gücünə yerişinə arxalanmasaydı, sarı özəyin əldən ayaqdan uzaq yerlərinə baş vurardımı? 2 qarın doğandan sonra o il ağ maya qısır qalmışdı. Arqaz, uzun paça, ağır yük və qocalıqdan yastılanıb yayılmış, yumru möhkəm kündəli, möhkəm qoşa donqarlı, arıq əzələli boynu üzərində ucalan qəşəng biçimli başı, yeriş vaxtı havanı ciyərinə çəkən kəpənək qanatları kimi titrək və yüngül pərəli ağ maya bir sürü dəvəyə dəyərdi. Ömrünün gümrah çağında belə yüyrək dəvəyə sürüdə böyüyüb boya dolmuş onlarca cavan dəvə verirdilər ki,
Belə mayadan nəsil artırsınlar. Bu qızıl maya Nayman ananın olan qalanı idi. Keçmiş var dövlətindən bircə bu dəvə qalmışdı. Qalan nə vardısa hamısı əl çirki kimi yuyulub getmişdi. Borcular, şəhidlərin qırxına, ilinə verilən ehsanlar. Dalağı sancdığı üçün dözülməz qüssə kədər içində axtarmağa getdiyi oğlunun bu yaxınlarda axırıncı ehsanı verilmişdi. Xeyli adam yığılmışdı. Ətraf mahalın bütün Naymanları axışıb gəlmişdi. Sübh açılanda Nayman ana yurtdan yola hazır çıxdı. Kandarı adlayıb qapıya söykəndi, fikrə getdi. Aulu tərk eləməmiş ətrafı diqqətlə süzdü. Hələ keçmiş gözəlliyini itirməmiş, qəddi qamətini saxlayan Nayman ana uzaq səfərə çıxdığı üçün qayda qanunla qurşaqlanmışdı. Çaxçurun üstündən uzunboğaz çəkmələr geymişdi. Paltar üstdən arxalıq, çiynində də gen sallanan örtük vardı. Başına da ağ dolayıb uclarını boynunun dalında düyünləmişdi. Ana gecə fikirlərində belə qərara gəlmişdi. İndi ki oğluyla görüşə hazırlaşır, daha matəm libası nəyə lazım? Arzu kamına çatmasa, başına həmişə qara bağlaya bilər. Səhərin ala toranı ananın ağ birçəklərini və sifətindəki dərin kədər əlamətini gizlədirdi. Kədərli alnında dərin cığırlar salmış qırışlar bilinmirdi. O anda gözləri doldu, dərin bir ah çəkdi. Heç ağlına gələrdimi ki, belə-belə günlər görəcək. Sonra özünü ələ aldı. Duanın birinci sözlərini pıçıldadı. La ilahə illallah. Allahdan başqa ilahi yoxdur və qəti addımlarla dəvəyə yaxınlaşdı. Dizlərini qatlayıb hıxladı. Nayman ana əlindəki heybələri tələsik alıqdan aşırıb dəvəyə mindi. Səsləyib onu dikətdi. Dəvə qalxdıqca özü ilə bərabər onu da əl yetməz hündürlüyə ucaltdı. Ağmaya indi başa düşdü ki, qarşıda səfər var. Ona kənizlik eləyən qayını arvadından başqa Nayman ananın səfərə çıxdığından heç kimin xəbəri yox idi. Qayını arvadı da dalbadal əsnəyir, çox da fikir vermirdi. Başqa ötürən filan yox idi. Nayman ana hələ dünəndən ona demişdi ki, öz törkünlərinin, yəni öz ana qohumlarının görüşünə gedir. Oradan da yol yoldaşı Zəvvar olsa, Qıpçaq torpaqlarındakı Yassəvi pirini ziyarətə gedəcək. O səhər tezdən çıxdı ki, sorğu-sual eləyib baş ağrısı verən olmasın. Auldan bir xeyli aralanandan sonra Nayman ana dəvənin ağzını çevirdi, irəlidə hərəkətsiz bir boşluq kimi görünən sarı özəyə. Qatarlar bu yerlərdə şərqdən qərbə, qərbdən şərqə də gedir. Bu yerlərdə dəmir yolunun hər iki tərəfi ilə intihasız sarı torpaq çöllərinin göbəyi hesab olunan sarı özək düzləri uzanıb gedir. Coğrafiyada hər yer Qrinviç meridianından ölçüldüyü kimi, bu yerlərdə də bütün məsafələr dəmir yolu ilə müəyyən edilirdi. Qatarlar şərqdən qərbə, qərbdən də şərqə gedirdi. Konvensiya təyyarə daşıyan gəmisinin bortundan paritet orbital stansiyasındakı nəzarətçi kosmonavtlara bir şifrələnmiş radioqram da göndərildi. O radioqramda nəzarətçi kosmonavtlara göstəriş verildi ki, Bildamerkin əmrini gözləsinlər və Günəşdən kənar qalaktikada olan 1-2 və 2-1 paritet kosmonavtlarla əlaqəyə girib onların orbital stansiyaya qayıtmaq vaxtını müəyyən eləməsinlər. Okean dalğaları yarım fırtına gücündə çalxalanırdı. Təyyarə daşıyan gəmi dalğalar üstündə əməlli başlı yırğalanırdı. Sakit okeanın dalğaları bu nəhəng gəminin böyrünə dəyib şappıltı ilə köpüklənirdi. Günəş yenə də okeanı başına götürüb ağappaq eləmiş sonsuz dalğalar üzərində parıldayırdı. Külək də rəvan nəfəs kimi axıb gedirdi. Konvensiya təyyarə daşıyan gəmisində bütün xidmət bölmələri, o cümlədən təyyarə bölməsi və dövlət mənafeyi təhlükəsizliyi bölməsi ayıq-sayıq hazır vəziyyətdə idi. Bir neçə gün idi ki, Ağmaya yeksənək inləmə kimi bir səslə ayaqlarını asta bir xışıltı ilə yerə toxunduraraq uçsuz-bucaqsız sarı özəyin çökək düzənliyinə yorturdu. Yiyəsi ona aman vermir, kimsəsiz qızmar çöllüklə haylayıb qovurdu. Yalnız gecələri dincəlirdilər. Səhər açılan kimi yenə də sövdəgərlərin nişan verdiyi yerə Malakumdıçap yarğanının yaxınlığındakı böyük dəvə sürüsünü manqurt pasibanı axtarırdılar. O, ikinci gün idi ki, Juanlara rast gələcəyindən ehtiyat eləyərək Malakumdıçapın yaxınlığında hərlənirdi. Amma nə qədər göz gəzdirirdisə, nə qədər gəzib axtarırdısa, çöldən düzdən başqa bir şey görmürdü. Hara baxırdı,
göz aldadan ilğımlı sərabdır. Bir dəfə gördüyünə aldanıb, məscidli, qalalı bir şəhərin divarlarına tərəf getmişdi. Bəlkə oğlu bu şəhərin qulbazarındadır. Onda alardı oğlunu tərkinə, qovardı ağmayanı. Görüm kim çata bilərdi arxadan. Səhrada halı ağırlaşdığı üçün gözünə belə şeylər görünürdü. Söz yox, sarı özəkdə axtarıb adam tapmaq asan iş deyil. Belə yerdə adam qum zərrəsi kimi bir şeydir. Yox, əgər o düzə yayılıb otlayan böyük bir dəvə sürüsünün yanındadırsa, gec-tez qıraqda otlayan dəvələrdən birini görəcəksən. Sonra da o biri dəvələri, axırda da gəlib çıxacaqsan pasibanın izinə. Nayman ananın ümidi buna idi. Hələlik heç yanda belə bir şey görə bilməmişdi. Artıq şübhələnməyə başlamışdı ki, bəlkə dəvələrin otlaq yerini dəyişiblər. Bəlkə daha pis. Juanlar o dəvələri satılmaq üçün Xivə, Buxara bazarlarına göndəriblər. Belə olsa o pasiban elə uzaq yerlərdən görəsən bir də buralara qayıdarmı? Ana qüssə və şübhələr içində avullarından yola düşəndə bircə arzusu vardı. Oğlunu görə bilsin, qoy lap manqurt olsun, qoy yaddaşı olmasın, qoy ağlı bir şey kəsməsin, tək onun oğlu olsun, tək canı sağ salamat olsun. Məgər bu azdır? Amma sarı özəyin dərinliklərinə getdikcə, bu yaxınlarda buradan karvanla keçmiş sövdəgərlərin dediyi pasibanın ola biləcəyi yerlərə yaxınlaşdıqca canını qorxu alırdı ki, birdən oğlunun yerinə beyni pozulmuş şikəst bir məxluq görəcək. Onu vahimə üzüb əldən salırdı. Onda Allaha üst tutub yalvarırdı ki, o olmasın, onun oğlu olmasın, başqa bir bədbəxt olsun. Bircə məqsədi odur ki, manqurtu öz gözləri ilə görüb inansın ki, şübhələri nahaqmış. Bunu yəqin eləyəndən sonra daha özünü üzməsin, qayıdıb taleyin əmri ilə ömrünü başa vursun. Sonra yenə dərdi qövr eləyir, yenə deyirdi ki, yox, necə olur olsun, qoy öz oğlum olsun. Belə münaqişəli hisslər içində qabağına çıxan alçaq təpələri aşıb düzə çıxanda birdən qarşısında geniş bir dərəyə yayılıb otlayan böyük bir dəvə sürüsü gördü. Şabalıdı dəvələr alçaq kolluq və tikanlığın arasında gəzir, kol və tikanların ucunu gəmirirdilər. Nayman ana əvvəlcə sevincindən nə edəcəyini bilmədi. Ağmayanı hayladı, sonra qorxdu, manqurt olmuş oğlunu görəcəyindən qorxdu. Sonra yenə sevinməyə başladı. Daha sonra özü başa düşmürdü ki, nə halət keçirir. Budur, sürü otlayır. Bəs pasiban hanı? Buralarda olmalıdır. Və dərənin o başında adam gördü. Uzaqdan kim olduğu bilinmirdi. Əli çomaqlı pasiban yüklü minik dəvəsinin noxtasından tutub gözünəcən basdığı papağın altdan ona baxırdı. Yaxınlaşıb oğlunu tanıyan Nayman ana özünü dəvənin belindən yerə necə atdığını bilmədi. Oğlum, oğul bala, elə bir cəngəllik ayırırdı və ana özünü bu cəngəlliyə toxuyub oğlunun üstünə atıldı. Səni axtarmaqdan əldən düşmüşəm, mən sənin ananam. Və birdən hər şeyi başa düşüb acı bir dəhşətlə səyriyən dodaqlarını gəmirərək yeri təpikləməyə başladı. Nə qədər çalışdı özünü ələ alsın, özü ilə bacara bilmədi. Özünü ayaqda saxlamaq üçün laqeyd dayanıb baxan oğlunun çiynindən bərk-bərk yapışıb hönkürtü ilə ağladı. Çoxdan bəri başının üstünü kəstirmiş dərd indi sel kimi onu altına alıb bastırırdı. Və ağlaya-ağlaya göz yaşları ardından, yapıxıb üz-gözünə yapışan ağ saçları altından, yolun tozunu çirkini üzünə yayan titrək barmaqları arasından oğlunun sifətinin tanış cizgilərinə baxır, yenə də oğlunun onu tanıyacağını zənn edir. Bu ümidlə onun nəzərlərini tutmağa çalışırdı. Burada çətin nə var axı? Doğma ananı tanımağa nə var? Digər ki, onun gəlişi oğlana heç bir təsir göstərmədi. Elə bil buraların adamıymış, özü də Allahın var günü gəlib çöldə ona baş çəkirmiş. Heç ağzını açıb bir soruşmadı ki, ay arvad, kimsən? Niyə ağlayırsan? Bir an sonra pasiban onun əlini çiynindən götürüb, özünün yüklü minik dəvəsini çəkə-çəkə sürünün o başına getdi ki, görsün, oynaqlamağa başlayan cavan dəvələr sürüdən uzaqlaşmayıblar ki. Nayman ana tərpənməyib yerində qaldı. Çöməlib üzünü əlləri ilə örtərək xısın-xısın ağladı. Başını qaldırmadan bir müddət bu vəziyyətdə qaldı. Sonra özünü toplayıb oğlunun yanına getdi. Çalışdı ki, özünü sakit saxlasın.
Manqurt oğul heç bir şey olmamış kimi mənasız və laqeyd nəzərlərlə ona baxdı. Gündən küləkdən avazlayıb kösövə dönmüş üzgün sifətində nə isə təbəssümə bənzər bir şey işardı. Ancaq heç nəyə heç bir maraq göstərməyən gözləri yenə də əvvəlki kimi tamam etinasızdı. Otur danışaq deyə Nayman ana dərindən bir ah çəkdi. Onlar yerə çöktülər. Nayman ana soruşdu. Məni tanıyırsan? Manqurt başı ilə yox dedi. Bəs adın nədir? Manqurt. Səni indi belə çağırırlar. Əvvəlki adın yadındadır. Bir əsl adını yadına sal görüm. Manqurt danışmırdı. Anası görürdü ki, o adını yadına salmağa çalışır. Qaşlarının arasında iri tər damcıları puçurlanır. Gözləri də titrək duman içindədir. Amma görünür oğlan qalın bir divara rast gəlmişdi. Divarı keçə bilmirdi. Bəs atanın adı nədir? Bəs özün kimsən, kimlərdənsən? Doğulduğun yeri heç olmasa bilirsənmi? Yox, heç nə bilmir, heç nə xatırlamırdı. İlahi, gör səni nə günə salıblar deyə ana pıçıldadı. Yenə də özündən asılı olmayaraq dodaqları səyirdi. Ağrıdan, qəzəbdən, dərddən boğula-boğula hıçqırıb ağlamağa başladı. Nə qədər çalışdısa da özünü ələ ala bilmədi. Ananın bu dərdi, kədəri manqurta qəti təsir eləmirdi. Torpağı almaq olar, mal dövləti almaq olar, lap adamın həyatını da almaq olar deyə ana söyləndi. Ancaq adamın hafizəsinə kim qəsd eləyə bilər? Bunu kim fikirləşib tapıb? Pərverdigarə, varsansa bunu necə insanların beyninə salmısan? Məgər dünyada zülm şər azdır? Bax elə o vaxt ana manqurt oğluna baxa-baxa Günəş Allah və özü haqqındakı məşhur ağısını demişdi. O sözləri bilən adamlar sarı özək əhvalatından söz düşəndə bunu indi də danışırlar. Bax elə o anda bilənlərin indi də xatırladığı o məşhur oxşamasına belə başlamışdı. Mən botası ölgən bozmaya, tulubun gelib iskegen. Mən potası ölmüş bozmayayam, gəlmişəm saman təpilmiş dərini qoxlayam. Sarı özəyin sonsuz ünsüz çöllərini başına götürən, bağrından qopan, qəlb ovutmaz, dərd söndürməz ağlarını elə o vaxt demişdi. Heyhat, heç manqurtun tükü də tərpənməmişdi. Onda Nayman ana qərara gəldi ki, onun kim olduğunu ona soruşmaqla yox, təlqinlə başa salsın. Sənin adın Jolamandır. Eşidirsən, sən Jolamansan. Atanın da adı Donenbaydı. Atan yadında deyil, axı o sənə hələ uşaqlıqdan ox atmağı öyrədərdi. Mən də sənin ananam, sən də mənim oğlum. Sən Naymanlar qəbiləsindənsən. Başa düşdün? Sən Naymansan. Ananın dediklərinə o tam laqeydliklə qulaq asırdı. Elə bil bu sözlərin ona dəxli yoxdur. Yəqin otluqda cırıldayan çəyirtkəyə də beləcə qulaq asardı. Və onda Nayman ana manqurt oğlundan soruşdu. Bəs sən bura gəlməmişdən nələr vardı? Heç nə deyə manqurt cavab verdi. Gecə idi ya gündüz? Heç nə, manqurt eyni sözləri təkrar etdi. Kimdən danışmaq istəyirdin? Ayla, ancaq biz bir-birimizi eşitmirik. Orada kimsə oturub. Sən daha nə istəyirdin? İstərdim ki, mənim də hörüyüm olsun, ağamınki kimi. Qoy görüm onlar sənin başına nə iş gətiriblər deyə Nayman ana əlini onun başına uzatdı. Manqurt kənara sıçrayıb çəkildi. Əli ilə papağından yapışıb daha anası tərəfə baxmadı. Arvad başa düşdü ki, başını heç vaxt oğlunun yadına salmaq olmaz. Bu vaxt uzaqdan dəvəyə minmiş bir adam göründü. O yaxınlaşırdı. Nayman ana soruşdu. Bu kimdir? Mənim üçün yemək gətirir. Nayman ana təşvişə düşdü. Yersiz böyürdən çıxan bu Juan onu görməmiş tez çəkilib gizlənməli idi. O tez dəvəsini xılayıb minə-minə oğluna xəbərdarlıq elədi. Ona heç nə demə, mən tezliklə qayıdacağam. Oğlu cavab vermədi. Onun heç vecinə də deyildi. Nayman ana başa düşdü ki, dəvə üstə sürü içindən keçməkdə səhv eləyib. Amma gecdi. Əlbəttə, Juan ağ dəvə üstündə oturan adamı görə bilərdi. Gərək otlayan dəvələrin arasıyla gizlənə-gizlənə piyada keçəydi. Nayman ana otlaq yerindən xeyli uzaqlaşandan sonra qıraqlarını yovşan basmış dərin bir dərəyə girdi. Burada dəvəni dərənin dibinə çöküzdürüb yerə düşdü. Daha ağmayağını qalxmağa qoymadı. Gizlənib baxmağa başladı. Juan onu görmüşdü. Birazdan o dəvəsini yurtma sürə-sürə gəlib çıxdı. Nizə və oxla silahlanmışdı. Təhrindən bilinirdi ki, Juan məəttəl qalıb. Ətrafa boylana-boylana qalmışdı.
Uzaqdan ağ dəvəyə minmiş adam hara yoxa çıxdı. Kəstirə bilmirdi ki, dəvəni hayana sürsün. Əvvəlcə bir tərəfə sürdü, sonra başqa səmtə döndü. Axırıncı dəfə lap dərənin yanından keçdi. Yaxşı ki, Nayman ananın ağlına gəlib dəvənin ağzını yaylıqla çəkib bağlamışdı. Nə desən ola bilərdi. Bir də gördün, dəvə buradan səs verdi. Nayman ana yovşanlığın dalında gizlənib Juanjuanı lap yaxşı görə bilmişdi. O qıllı bir dəvənin üstündə oturub ətrafına göz gəzdirirdi. Şişkin sifəti çox gərgindi. Başındakı qara papağın ucları qayıq burnu kimi yuxarı qatlanmışdı. Boynunun ardından bir cüt qara, quru hörük sallanırdı. Juan üzəngidə dikəlib nizəsi hazır vəziyyətdə ətrafa boylandı. Gözləri də yaman parıldayırdı. Bu sarı özəyi tutub xalqın xeyli hissəsini qul eləyən, onun ailəsinə bu qədər bədbəxtlik gətirən düşmənlərdən biri idi. Ancaq arvad xeylağı boş əllə bu amansız Juan döyüşçüsünə neyləyə bilərdi? Arvad onu da fikirləşdi ki, görəsən hansı cür həyat, nə kimi hadisələr bu adamları belə amansızlığa, belə bir vəhşiliyə gətirib çıxarmışdı. Qulun yaddaşını ləğv eləmək. Juan biraz da o yan bu yana səyirdəndən sonra geriyə sürüyə tərəf qayıtdı. Axşam düşürdü. Gün batsa da hələ göyün şəfəqi çəkilməmişdi. Sonra hava birdən qaraldı. Ətrafı qaranlıq bir gecə bürüdü. Nayman ana o gecəni özünün dərdsər oğlunun olduğu yaxın yerlərdəki çöllükdə keçirdi. Oğlunun yanına qayıtmağa ürəkləmirdi, qorxurdu. Bayaqki Juan gecəni sürünün yanında qala. Və o gecə qəti qərara gəldi ki, oğlunu xilas eləsin. Çalışıb özü ilə aparsın. Manqurt olsun qoy heç nə başa düşməsin, tək öz adamlar içində olsun. Kimsəsiz tənha sarı özəkdə qalmaqdansa, Juanlara çobanlıq eləməkdənsə qoy öz adamları arasında qalsın. Ana ürəyi belə deyirdi. Başqalarının dözüb barışdığı vəziyyətə o dözə bilmirdi. O rəva bilmirdi ki, qanı qanından olan doğma oğlu qul qalsın. Kim bilir, bəlkə də doğma yerləri görəndən sonra ağlı öz yerinə gələcək, uşaqlıq illəri yadına düşəcək. Səhəri Nayman ana yenə ağ mayaya süvar oldu. O yenə İraqdan İrağa hərlənə-hərlənə gecə ərzində xeyli aralanmış sürüyə yaxınlaşmağa başladı. Sürünü görəndən sonra da xeyli fikir verib baxdı ki, görsün Juanlardan orada var ya yox. Heç kəsin olmadığını yəqin eləyəndən sonra oğlunu səslədi. Jolaman, salam! Oğlu dönüb baxanda ana sevincindən içini çəkdi. Ancaq elə o dəqiqədə başa düşdü ki, oğlu elə belə səsə dönüb. Nayman ana yenə də çalışdı ki, oğlunun yaddaşını diriltsin. Adını yadına sal, tap gör adın nədir deyə yalvarıb onu qandırmaq istəyirdi. Bilmirsən məgər atan Donenbaydır? Sənin adın manqurt deyil, Jolamandır. Adını onun üçün belə qoymuşuq ki, sən Naymanların böyük köçü vaxtı yolda doğulmusan. Sən anadan olanda biz 3 gün köçü saxlayıb dayandıq, 3 gün toy bayram elədik. Ananın bu dediklərinin manqurt oğluna təsir göstərmədiyinə baxmayaraq, danışığına ara vermir, boş da olsa yenə ümid eləyirdi ki, bəlkə bu qaralmış şuurda bir qığılcım işara. Nə fayda ki, arvad qıfıllı bir qapını döyəcləyirdi. Bütün bunlara rəğmən yenə də öz dediyini deyirdi. Adını yadına sal, atanın adı Donenbaydı. Sonra o götürdüyü ehtiyatdan onu da yeyib içirtdi. Oğlunu doyuzdurandan sonra ona Layla deməyə başladı. Layla onun çox xoşuna gəldi. Arvadın Laylası onun ürəyinə yayılırdı. Xoşluqla qulaq asırdı. Onun gündən qaralıb, codlaşmış, donuq sifətində nə isə canlı ilıq bir halət əmələ gəlmişdi. Bunu görən ana onu inandırmağa çalışdı ki, bu yerləri tərk eləyib ona qoşulsun, öz yerlərinə qayıtsın, Juanlardan bir dəfəlik canını qurtarsın. Manqurt ağlına vura bilmirdi ki, necə durub getsin və sürü nə olsun, yox, ağası deyib ki, sürünü gözdən qoymasın. Və yenə Nayman ana pozulmuş yaddaşın o bağlı qapısını təkrar döyəcləməyə başladı. Dediyini dedi, yadına sal kimsən, adın nədir, sənin atan Donenbaydır. Ananın başı ilə qarışmışdı ki, axşamın necə düşdüyünü hiss eləməmişdi. O vaxt ayılıb gördü ki, Juan dəvə üstündə sürünün o başına yaxınlaşır. Bu dəfə o daha yaxındaydı, dəvəsini də getdikcə daha bərk qovurdu. Nayman ana fürsəti fövtə verməyib tez ağ mayaya mindi və uzaqlaşdı. Ancaq o biri tərəfdən də bir Juan çıxıb onun yolunu kəsmək istədi. İşi belə görən Nayman ana dəvəsini qoparaqlayıb onların arasından keçdi.
Ayaqdan yüngül Ağmaya onu vaxtında aradan çıxartdı. Juanjuanlar dalda qalıb çığıra-bağıra nizələrini oynadaraq onu qovmağa başladılar. Ağmayaya çatmaqmı olardı? Onlar qıllı dəvələrində şurtuyana qədər Ağmaya əfkəsini körükləyib nəfəslənir, sarı özəkdə yel kimi qanatlanıb Nayman ananı bu ölüm dirim qovğundan uzaqlaşdırırdı. İntihası onun xəbəri olmadı ki, əlləri boşa çıxan Juanjuanlar ürəklərini soyutmaq üçün yazıq manqurtu o ki var döydülər. Ancaq ondan nə gözləmək olardı, elə deyib dururdu. Deyirdi mənim anamdır. Anan zadın deyil, sənin anan yoxdur. Heç bilirsən niyə gəlib? Bilirsən, istəyir ki, papağını çıxardıb başını buğa versin. Onlar yazıq manqurtun canına qorxu salmağa çalışırdılar. Manqurt bu sözləri işitəndə qaralmış sifəti bomboz oldu. O boynunu qısıb, papağından bərk-bərk yapışaraq tələyə düşmüş heyvan kimi yan yörəsinə baxmağa başladı. Juanjuan ona ox yay verib dedi, qorxma, al bunu. Nişanla görüm deyə Juanjuan papağını göyə atdı. Ox papağı deşib keçdi. Gör ha deyə papaq yiyəsi təəccübləndi. Əlinin yaddaşı hələ də qalır. Nayman ana yuvasından ürküdülmüş quş kimi düzdə vurnuxur, özünə yer tapa bilmirdi. Bilmirdi neyləsin, nə gözləsin. Görəsən Juanjuanlar oğlunun sürü ilə bir yerdə onun əl çatmayacaq öz böyük ordularına yaxın yerlərə aparacaqlar, ya ki onu tutmaq üçün pusqu quracaqlar. Beləcə fikir-xəyal içində o halay vurub gizlənə-gizlənə gəzirdi. Nəhayət pusub görəndə ki, Juanjuanlar sürüdən getdilər, çox sevindi. Nayman ana xeyli onların dalınca baxıb görəndən sonra uzaqlaşıb gözdən itdilər. Qərarı gəldi yenə qayıtsın oğlunun yanına. İndi onun qəti fikri oğlunu evə aparmaqdır. Başına nə gəlibsə, onun təqsiri deyil. Neyləsin ki, bəxti belə gətirib, düşmənlər onu bu kökə salıblar. Nə olursa olsun, anası onu qulluqda qoymayacaq. Qoy Naymanlar görsünlər ki, yadelli basqınçılar onların igidlərinin ağlını başdan çıxarıb necə rəzil eləyirlər. Qoy qəzəblənib silaha sarılsınlar. Məsələ torpaqda deyil, torpaq hamıya bəs eləyər. Məsələ ondadır ki, Juanjuanların bu rəzaləti onlara heç yad qonşu olmağa da haqq vermir. Nayman ana oğlunun yanına bu fikirlərlə qayıdırdı. Elə hey götür qoy eləyirdi ki, necə onu inandırsın, necə başa salsın ki, elə bu gecə bir-birinə qoşulub qaçmalıydılar. Toran qarışırdı. Ötüb keçmiş və gələcək gecələrin saysız silsiləsindən olan bir gecə də azman sarı özək çölləri üzərinə çökür, qırmızımtıl bir alatoran şəklində dərələrdən, döşlərdən sürünə-sürünə sezilmədən yaxınlaşırdı. Ağmaya öz sahibəsini yüngül, sərbəst bir yerişlə böyük bir dəvə sürüsünə tərəf aparırdı. Batan günəşin şüaları ananı dəvənin donqarları arasında çox aşkar işıqlandırırdı. Şək, şübhə və qayğılar içində olan Nayman ananın rəngi ruhu özündə deyildi. Çox ciddi görkəmi vardı. Ağ saç birçəyi, üzündəki sarı özək toranlığı kimi qırışıqlar, alnına və gözlərinə çökmüş qayğıları, tükənməz ağrı. Budur, o sürüyə çatdı. Otlayan heyvanların arasından keçdi, ətrafa göz gəzdirdi, amma oğlunu görə bilmədi. Onun minik dəvəsi yüklü halda noxtasını sürüyə-sürüyə otlayırdı. Nayman ana oğlunu səsləyib çağırmağa başladı. Jolaman, hardasan? Mənəm, ananam, haradasan? O narahatlıqla ətrafa boylana-boylana qaldığı üçün oğlunun dəvə dalında daldalanıb dizini yerə verərək oxla onun nişan aldığını görmürdü. Günəşin şövqü ona mane olurdu. Fürsət gözləyirdi ki, oxu buraxsın. Jolaman, oğlum! Nayman ana oğlundan nigaran halda onu səsləyirdi. Birdən qanrılıb baxanda onu gördü. Bircə atma deyə bildi. Elə Ağmayanı məhizləmək istəyirdi ki, dönüb oğlu ilə üzbəüz gəlsin, yetirmədi. Ox vızıltı ilə onun sol qoluna sancıldı. Bu ölümcül zərbə idi. Nayman ana dəvənin boynuna sinib, ilişə-ilişə yıxıldı. Ancaq ananın özündən əvvəl başının yaylığı açılıb düşdü. Havada bir quş olub çığıra-çığıra uçub getdi. Yadına sal kimlərdənsən, adın nədir? Sənin atan Donenbaydır. Donenbay, Donenbay. Deyilənə görə o vaxtdan sarı özəkdə Donenbay quşu uçur. Donenbay quşu yolçuya rast gələndə onun yaxınlığında uça-uça səslənir. Yadına sal kimlərdənsən, kimin oğlusan? Adın nədir? Adın sənin atan Donenbaydır. Donenbay, Donenbay, Donenbay. Sarı özəkdə Nayman ananın bastırıldığı yerə o vaxtdan Anabeyt, yəni ana məskəni qəbristanlığı deyirlər. Ağmayanın törəməsi çoxdur.
Mayaların hamısı ona çəkir. Ağbaş dəvələr o yerlərdə tanınır, amma nərlər əksinə boranlı qaranər kimi qara və zorlu olur. İndi ana beyitdə dəfn edilmək üçün aparılan mərhum Qazanqap həmişə deyərdi ki, boranlı qaranər cins heyvandır. Naiman ana həlak olandan sonra düzdə qalan məşhur Ağmayanın nəslindəndir. Yedigey Qazanqapın dediyinə ürəkdən inanırdı. Axı niyə də inanmasın? Boranlı qaranər buna dəyərdi. Yaxşısında da, yamanında da o qədər sınaqlardan çıxmışdı ki, qaranər həmişə darda onun dadına çatmışdı. Bircə ayıbı qızmağındadır. Yaman pis qızır, Allah göstərməsin. Özü də qızanda həmişə soyuqların oğlan vaxtına düşür. Onda üzünü görmə. Bir tərəfdən qış gözünü açmağa qoymur, bir tərəfdən də qaranər onun gününü qara eləyir. Bir dəfə Yedigeyi yaman xataya salmışdı. Belə ki, o heç insan yox, başqa bir şuurlu məxluq olsaydı, o işi boranlı Yedigey heç vaxt boranlı qaranərə bağışlamazdı. Digər ki, qızmış dəvədən nə istəyəsən, özü də cütləşmə dövrü ola. Əslində məsələ heç onda da deyil. Heyvandan nə incimək? Bunu söz gəlişi deyirdi ki, tale belə gətirmişdi. Qara nərin nə təqsiri? Qazanqap o əhvalatı yaxşı bilirdi. Elə özü də ayırd elədi. Yoxsa kim bilir axırı necə qurtaracaqdı.